Öd kisəsi əməliyyatından sonra necə qidalanmalı? Biz bilirik ki, laparoskopik xolestektomiya, yəni öd kisəsinin qapalı yolla alınması əməliyyatı hal-hazırda ən çox icra edilən əməliyyatlardan birisidir. Xəstələri ən çox maraqlandıran suallardan birisi də əməliyyatdan sonra necə qidalanmalıyam? Bilmək lazımdır ki, öd kisəsi alındıqdan sonra artıq ödün depolandığı bir orqan olmur və birbaşa bağırsaqlara axır. Buna bağlı da əməliyyatdan sonra ilk həftələrdə qısa bir həssaslıq dönəmi olur. Buna görə də əməliyyat sonrası xəstələrə məsləhətimiz odur ki, ilk növbədə yağlı, baharatlı, ədviyyatlı, qatı yeməklərdən uzaq durmaqlarıdır. Daha çox bulyonlar, suplar yeyilməsi, təbii kompot, meyvə şirələrindən istifadə edilməsi və eyni zamanda bol maye qəbul edilməsi məsləhətdir. İlk 2 həftədən sonra artıq yavaş-yavaş qatı qidalara keçilə bilər. Qatı qidalara isə keçərkən tədricən sistematik bir şəkildə keçilməsi məsləhətdir. Bunu artıq xəstə özü öz qida rasionuna bu qidaları bir-bir əlavə edərək hansının onun üçün uyğun olduğuna qərar verəcək şəkildə keçməlidir. Əgər hər hansısa bir narahatçılıq olursa, o qidanı qida rasionundan təkrar çıxarmalıdır.